Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Xəbər verilir ki, o dünən, yəni 9 fevral 2016-cı il Türkiyədə vəfat edib. Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib. Allah rəhmət eləsin, əzizlərinin yaxınlarına səbir diləyirik. Vətən müharibəsi şəhidi Kərim Yusufovun anası vəfat edib. Şəhidin anası 56 yaşlı Əminə Nuriyeva yaşadığı Goranboy rayonunun Faxralı kəndində xəstəlik səbəbindən dünyasını dəyişib. O, dünən dəfn edilib. Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kərim Yusufov maha kimi orduda xidmət edib. O, Vətən müharibəsinin ilk günündə Talış Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra Vətən uğrunda Laçının azad olunmasına görə və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.